Azərbaycan xanlıqları ümumi düşmənə qarşı bir cəbhə, ümumi cəbhə yarada bilmədiklərindən idi ki, hər bir xanlıq ayrı-ayrılıqda işğal olunurdu və hər bir xanlığın bəlkə də qüdrətli hökmdarı olmağına baxmayaraq istər Çələbi xan, istər İbrahim xan, istər Səlim xan, istər Şirvan xanı burada zaman həddi və hüdudu götürüldü, amma hər halda bunların hər birinin ayrı-ayrılıqda Azərbaycanı ümumi birləşdirmək istəyi güclü idi, var idi, amma bu xanlıqlar ümumi birləşib ümumi düşmənə qarşı müqavimət göstərmədilər. Düşmənə müqavimət göstərmədiklərindən idi ki, hər biri ayrı-ayrılıqda nə qədər güclü və qüdrətli olsaydılar da Böyük Çar Rusiyası ordusu qarşısında bir heç idi və Qarabağ xanı İbrahim xanın siyasətindən irəli gələrək Rusiyaya münasibətinin nə qədər layal olmağına baxmayaraq yenə də hamı, yəni bütün xanlıqlar ayrı-ayrılıqda düşmənin Çar Rusiyasının qismən məhvini ürəklərində arzulayırdılar və sonradan bizim təsadüf elədiyimiz şəxsi bir-iki intiqamlar bütövlükdə düşmənə qarşı müqavimət deyildi. Bu da ondan irəli gəlirdilər ki, hər bir xanın içində ümumi Azərbaycanı birləşdirmək istəyi və iddiası bəlkə də olsa da buna doğru addım atılmadı. Bəlkə də bunun önəmli səbəbləri var idi, amma düşmən idi və o düşmən bütün bu xanlıqların birləşdirilməməyindən böyük istifadə edirdi və qarşı tərəf Azərbaycanı belə yumşaq və kobud şəkildə desək udmağa çalışırdı və o buna nail olurdu. Ayrı-ayrı istər Sisiyanovun, istər digər generalların öldürülməyi bütövlükdə düşmənin məhvi deyildi və beləliklə Azərbaycanın qoynuna böyük addım atmağa çalışan Çar Rusiyası bu addımını müvəffəqiyyətlə davam edirdi və ümumiyyətlə bu birliyin olmamağı nəinki Azərbaycan xanlıqlarının və sonradan ta bizim günlərimizə qədər gəlib çıxan çox acı tarixin yazılmağına səbəb oldu. 1743-cü ilin sonu, 1744-cü ilin əvvəlində Nadir Şah siyasətinin əleyhinə başlanmış xalq azadlıq hərəkatı dövründə Şəki İran zülmündən azad oldu və müstəqil xanlığın mərkəzinə çevrildi. Şəki xanlığının ilk başçısı isə Hacı Çələbi Qurbanoğlu olmuşdu. Hacı Çələbi Şirvan xanı ilə birlikdə Qarabağa hücum elədi. Qarabağ hakimi Pənahəli xan Təbrizli Əmir Aslan xanla ittifaq bağladı. Çələbi xan özünə yeni arxa yaratmaq məqsədi ilə oğlu Ağa Kişi bəyi Məhəmməd Həsən xanın qızı ilə evləndirdi. Daha sonra Hacı Çələbi xan müstəqilliyə meyl edən Qəbələ Ərəş sultanlığının da özündən tabe vəziyyətinə saldı. O zaman hələ Nadirin əlində olarkən bura Nadir özünün nümayəndəsini Nəcəf adlı bir nəfəri bura hakim təyin etmişdir. Lakin onun qəddarlığı, özbaşınalığı, şəkilləri hiddətləndirmişdi və burada üsyan təhlükəsi olduğuna görə, cəmaət üsyan qaldırdığına görə Nadir məcbur olub yerli feodallardan biri olan Hacı Çələbini ona vəkil təyin etmişdir. Və şəkillər bundan sonra əslində özlərinə başçı kimi Hacı Çələbini daha çox tanıyırdılar, onun dediyindən durub otururdular. Bu Məlik Nəcəfi bəlkə narahat etdiyindən Məlik Nəcəf məcbur olur Nadir Şaha bu barədə məlumat verməyə. Nadir Şah Hacı Çələbini hüzuruna çağırır əlbəttə cəzalandırmaq üçün və ora gedən, onun hüzuruna gedən Çələbi xan orada özünü çox mərd aparır, mərdlik nümunəsi göstərir. Nadirin zülümkarlığını birbaşa üzünə deyir və ona görə də Nadir ömründə belə bir şeylə qarşılaşmadığına görə onu azad edir oradan və öz adamlarına deyir ki, görərsiniz bu buradan gedərkən nəsə bir şey eləyəcək. Pənahəli xanın artan şöhrəti Azərbaycan xanlıqlarını da narahat edirdi. İllatdakı xanların özlərini, onların içərisində Hacı Çələbi Pənahəli xana qarşı daha inadlı mübarizə aparmağı qərara almışdı. O xeyli müttəfiqləri ilə Bayat qalasında onu mühasirəyə aldı və bir ay çəkən bu mühasirədə heç nə əldə etmədi. Pənahəli xana Hacı Çələbi qalib gələ bilmədi. Əhməd bəy Cavanşir yazır. Hacı Çələbi böyük itki verərək geri qayıdarkən məyusluqla demişdi. Pənahəli xan özünü xan elan etmişdi. Mən isə onu öz məğlubiyyətimlə bir daha təsdiq etdim. Bilirsiniz ki, Nadir Şah da çox qüvvətli, qüdrətli idi. Bu mənada Nadir Şah Çələbiyə müraciət etdi ki, xanlığı təhvil versin. Lakin bütün müraciətlərə Çələbi yox cavabı verirdi. Bundan hiddətlənən Nadir Şah çox böyük qoşunla Daşüz adlanan sahədə Kötan düzünə böyük bir qüvvə ilə qoşunla gəlir və oradan bir daha Çələbi xana
müraciət edir ki, xanlığı təhvil versin. Əgər vermirsənsə, nəyə arxayınsan? Çələbi cavab göndərir ki, gələrsən, görərsən. Hiddətlənmiş Nadir özünün qoşunu ilə Şəkini demək olar ki, tarmar edir, darmadağın edir. Lakin Çələbi özünün qoşunu ilə Kiş kəndində olan qalaya yığılmışdı. Bu da məşhur Gələrsən, görərsən qalası. 15-ci əsrdə inşa edilən, ancaq 18-ci əsrdən bugünə qədər Gələrsən, görərsən qalası adını daşıyan qala. Bu məşhur qala Nadir Şahın Çələbini 3 ay mühasirədə saxladığı qaladır. Bu məşhur qala Çələbinin dediyi söz qədər onu böyük və qüdrətli elədi. Bu məşhur qala Çələbinin dediyi söz qədər onun özünü də qüdrətli elədi. Yəni Nadir Şah onu 3 ay mühasirədə saxlasa da onu enə bilmədi. Və Nadir Şah 3 ay mühasirədə Çələbini və onun qoşunlarını, onun adamlarını 3 ay mühasirədə saxlasa da onu enə bilmədi, nə aclıqla, nə susuzluqla. Və söyləyirlər ki, bu qaladan Şəkinin özünə qədər gizli yollar var və bu qalanın gizli yolları onu Şəkiyə qədər aparıb çıxardır. Ona görə ki, Çələbi Nadir Şahı qarşılamaq üçün hazırlıq görüb bu qalanı düzəltmişdi, tikdirmişdi və söyləyirlər ki, bu qalanın içərilərindən o Şəkiyə qədər gedən gizli yollar daim işləyirmiş, hətta bu günlərin özünə qədər. Yəni bu gizli yolları çox az azanlar bilir. Və Nadir Şah doğrudan da, yəni bu Çələbi ilə olan mübarizəsində bax bu məşhur qala, bu məşhur hadisə tək Çələbinin tarixi yox, Nadir Şahın tarixi yox, həm də Azərbaycanın tarixidir, Azərbaycan xanlığının tarixidir, çünki Şəki xanlığının tarixidir. Və Nadir Şah doğrudan da gəldi, gördü və getdi. Biz də çox çətinliklə olsa gəldik, gördük və gedəcəyik.